Salam aleykum, hamını yeni videodan salamlayıram. Gördüyünüz kimi qarda Quba rayonundayıq. Hal-hazırda gedirik Mazara otelinə. Səhər biraz maşının üstü başını təmizlədim. Çox quru qar yağıb. Və hətta heç proqnoz da göstərmirdi qarın yağmasını. Yəni hamımız üçün gözlənilməz oldu. Yəni bu son bir həftəyə 10 günə hətta. Şəxsən mənim telefonumda uşaqlardan da eşitdiyim yox idi ki Qubaya qar yağacaq. Nəsə əl qərəz. Hal-hazırda gedirik yolda. Şükür Allah, qabaq çəkər maşın olduğu üçün heç bir problem də yaşatmır. Ümumi olaraq da keçən illərdə mən həm də yollara gördüyünüz kimi yəqin ki bunlar duzdur, qumdur, səpilir. Mazara oteli tərəfindən yəqin ki bu yollar təmizlənir. Çünki gedib gələn qonaqlar var. Sağ olsunlar, yollarını təmizləyirlər. İndi hal-hazırda Şaxdağa gedəcəyik. Açığı bilmirəm, Şaxdağda yağır. Bu qədər mi yağıb yoxsa yox, onu bilmirəm. Bundan çox dumazdım, indi ona baxacağıq. Şlaqvamı da bu sürüşkən havada yenə də bağlıdır. Turizmdə işləyənlər bilir. Yəqin fərdi şəkildə gələnlərdən də soruşulub. İnan ki 2-dən 3 dənə otel var. Hansı ki elə bilməm bir qrupun içindədirlər yoxsa nədir, başım çıxmır. Bir macəradır. Biri elə buradadır, Quba. Bir Quba Palasdır, bir də Lənkəranda Spring Oteldir. Hər dəfə gəlirsən, hər gündə 3 dəfə də gəlsən, xeyri yoxdur, səni saxlatdırıb soruşacaqlar ki, qonaq gətirsən, nə bilim qonaq düşürsən, hara gəlmirsən, rezervasiya varmı, yoxmu, nə bilim nə, yəni konkret doprost. Nəsə mövzumuz qardı, indi yola çıxaq, yol boyunca da göstərəcəm. Və sonda ümumilikdən nə problemlər yaşandı, yaşanmadı, onlardan da biraz bəhs eləyərik. Şaxdağda göstərərik sizə. Bu arada xatırladım ki, indi mən video nə vaxt çıxacaq? 14 dekabrda bu günlərə. 2025-ci il. Good morning. Windsor. Yollar gördüyünüz kimi təmizdir. Hazırda Qubadan çıxırıq, Üzüqusar istiqamətini gedirik. Qırmızı qəsəbənin üst tərəfində əyərək. Yolun əks istiqamətində hərəkət biraz az olduğundan qar elədiyi yerdə var, amma bu istiqamətdə yəqin ki maşınlar çox gedib. Hal-hazırda 11-in yarısıdır, amma bundan sonra daha çox maşın gələcək. Böyük ehtimal ki yollar təmiz buzlu olacaq, amma bəzi yerlər var ki hələ də buzludur. Onun üçün də ümumiyyətlə indi Bakıya yağdı, nə bilim rayona yağdı, rayona getdi, heç fərqi yoxdur. Mütləq şəkildə burada New Energy bölümünə keçib Energy Recycle modu largerə qoyun mütləq şəkildə. Bu maşın öz-özünə tormozlanma edir, yəni belə deyək də, loru dildə desə boğulur. Ki, məsələn, bax, belə bir yolda düzdür, mütləq şəkildə ara məsafəsi saxlamaq lazımdır. Bu indi mən sizə deməli deyiləm, təhlükəsizlik baxımından. Həm ara məsafəsi saxlayırsınız, bir də ki, məsələn, yol olur ki, qabaqda görürsünüz, ani dayandı. Bilirsiniz də, ani tormozlanma maşının sürüşməsinə gətirib çıxaracaq. Qabaqda gördüyünüzdə Şaxdağın dağlarıdır. Sürüşməyə gətirib çıxaracaq, ona görə də bu formada olanda maşın özü də saxlayır, nə saxlaya bildi. Bilməsə də yüngül tormoz versəz, bəs eləyir ki, maşın rahat dayansın, yəni sürüşmədən. Bu arada da xatırladım ki, maşında qış təkərləri deyil, maşın üzərində gələn və 86.000 getmiş təkərlərdə, amma keçəl deyil. Bilirsiniz ki, mən hər 10.000-dən bir maşında təkərlərin yer dəyişməsi, razval balans elədiyim üçün təkərlər 20.000, 30.000 getmiş təkər kimidir.
Belə gördüyünüz kimi hələ ki rahat gedirik. Yolların vəziyyəti budur. İndi başqa bir yollarda da bir problem olsa göstərəcəm. Arazıda Qubanın Dağlı kəndinə girdik. Demək Quba arazisindən çıxırıq. Problemli yerlərdən biri də elə burada. Buraya indi gedib gələnlər bilir. Bu ərazi həmişə gün düşmür. Biraz buzlu olur. Həm düşmək, həm qalxmaq biraz problemli olur bəzən. Bilməm, səhər buradan keçəndə qum səpi bilərmi, yoxsa yox. Gördüyünüz kimi rahatçılıqla keçdik. Çünki biraz hərəkət olub. Saat 11'ə qalmış olduğu üçün. Bir də çoxlu gördüyünüz kimi qabağınızdakı maşın çoxlu tormuz verir. O maşından uzaq durun. Və burada da gördüyünüz kimi problem var. Və görürsünüz ki, qabağınızdakı maşınlar dayanır. Çünki qabaqda bir eniş var. Enişdən də sonra bir döngə var. O yüzden bura maşınlar asla sürətlə düşür. Maşınlar deyəndə bu halda avtobusdur. Yəqin ki, böyük ehtimal turistləri daşıyır. Yaxud da yeri zaman çox adam olduğu üçün maşın dağılırdı. Gördüyünüz kimi onun qabağında da biri var. O yüzden məcbur yavaş düşürlər ki, indi hər ehtimalda orada buz olsa bizi qəza eləsə neçinə verən xəsarət alma ehtimalı var. Onun qəza eləsə nə boyda bir fəlakətə gətirib çıxara bilər. Avtobus aşa bilər. Amma belə əraziləri əslində birinci təmizlənməlidir, düşünürəm. Hər ehtimala bu məsafənizi saxlayın. Yəni lazım olarsa sola, geriyə və yaxud da qaçırmağa bir yerimiz olsun. Belə gördüyünüz kimi qabaqdakı Kia sürüşür, yəni bildiyin sürüşür. Asta-asta nə vaxtı tələsəsiz. Gördüyünüz kimi buzdur. Görürsünüz, ABS tuttu. Qarşıdakı maşında qalxa bilmir. Gözləyib maşınlar düşsün, ondan sonra düşək yavaş-yavaş. Çünki bir var özün xəsarət olasın, bir də var başqa maşına vurasan, əlavə xərclər olan. Bu da hal-hazırda Qusarın ərazisidir. Qusara bilmirəm, qum töküblər bəlkə də tökməyiblər, bilmirəm, çox da belə təmizlənmiş oxşamır. Bəzi yerlərdə preslənib. Qubada bilmirəm, daha hərəkət çox idi deyə, daha rahat idi yoxsa nədirsə bilmirəm. Bəzən axmaların, sürüşmələrin qabağın maşın avtomatik özü alır. Və bilməm, indi eşitdiniz o səsi yoxsa yox. Ciyilti səsi gəlir belə. Əsas odur, ani tormuzlanmadır. Bir də şüşanı sağa sola, yəni ani manevr eləməyəsiniz. Bir də ani sürətdən mənə eləməyəsiniz. Zaten çox qaz versəz, maşın o qazı belə deyək, götürməyəcək, qəbul eləməyəcək. Sürüşmə baş verəcək deyə ABS yanacaq və maşının vecinə də olmayacaq ki, siz qaz verirsiniz yoxsa yox. Qabağını kəsəcək. Ona görə də asta sürətlə, ayağınızı stabil saxlamaq şərti ilə sürürsünüz, rahat gedir. Yəni BD-də heç bir problem yoxdur. Adi ön çəkər maşın necə, bu da belə. Qış təkəri qoysaz lap yaxşı. İndi kimin ki yeri var əlbəttə ki, o maşınları çıxarıb dəyişib təzdən normal təkəri qoymağa. Görürsünüz, yəni burada yol təmizlənmiş oxşamır
İnşallah üzü uşaq da. Yaxşıdır ki, yağıntı yoxdur. Hələ bir kiçik qar belə bəzi problemlərə yol açıb. Bu da Xuray kəndindən sonra olan düzü Şaxdağa gedən yolda. Yəni sol tərəfi büzürdü, sağ tərəfi büzür, amma eyni yağıb. Düşünürdüm ki, buralara çox yağar. Bəlkə də yuxarı Lazaya falan çox yağıb, amma buralar belədir. Bir də demək, bu ərazidir. Parkuslardan sonra gələn üzü aşağı eniş olan hissə su vurandan qabağın buz tutub. Görə bu ərazi necədir? İndi buradan da enişi göstərərəm. Maşın indidən dayanıb. Gördüyünüz kimi bura qum tökülüb. Ümumiyyətlə qış boyu da Şaxdağ yolu Qəbələ yolundan daha təmiz olur. Ən azından buradan üzü Şaxdağa kimi təmiz olur. Şaxdağa gedəndə də həmən o ərazilərdən var, hara ki gün düşmür. Buzda olma ehtimalı daha çoxdur. Yəni bu günün bir çox hissəsi elə belə olur. Gördüyünüz kölgə olur. Baxmayaraq ki, hal-hazırda saat 12-in yarısıdır. Yəni çox vaxt indi qış boyu videolar çəkəndə görəcəksiniz. Sol tərəfdə həmişə qar olur. Üzbəyüzdə qar olmur. Bu üzbəyüz tərəfə həmişə gün düşür. Görürsünüz ki, qar yoxdur, qar əriyib, amma bura baxın. Daha çox qar yağanda daha çox bilinir. Bura həmişə bu formada olur. Sol tərəf qarlı olur. Yerdəki sözsüz ki, buzsuzdur. Hal-hazırda temperatur -7 göstərir bu ərazidə. Təkərlərin səsindən də görünür ki, yer buzdur, yəni qıcıltı səsi gəlir. Bir o tez-tez tormuz verənlərdə, bir də bu avarika ilə fırlananlardan qəti şəkildə ehtiyatlı olun. Bu da bax, gördüyünüz Şaxdağ yoldur. Şaxdağa çata-çata da görürsünüz ki, yollar tam təmizlənib. Bu da çox vaxt elə Şaxdağın özünün o qar təmizləyənləri oteldən düz aşağı hər yer təmizləyirlər. Amma Qusar arasında burada qar daha çoxdur, gördüyünüz kimi. Rahat bir 15 santı var. Bu da Şaxdağ ərazisi. Gördüyünüz kimi bu yanlar da tərtəmizdir. Maşallah həmişə də təmiz olur. Həmişə də buranı təmizləyirlər. Şaxdağda yenə də az-maz qar başlayıb yağmağa. Mən videoda düşür-düşmür. Adamlar çoxdur. İndi yolumuza davam edirik. Qaydırıq geriyə. Görək, geriyə qaydanda problemlərlə qarşılaşacağıq, yoxsa yox. Burada da yol nəqliyyat hadisəsi baş verib. Buradan dərəyə bir maşın düşüb. Və qruplarda, turizm qruplarında paylaşmışdılar. Səhv eləmirəmsə dedilər, rəhmətə gedən var. Allah rəhmət eləsin, bilməm nə maşında çıxı. Allah özü kömək olsun. Odur ki, ehtiyatlı olmaq lazımdır. Bayaqki problemli yerdir. Gördüyünüz kimi heç bir problem artıq qalmayıb. Dediyim kimi maşınlar hərəkət etdiyi üçün və maşınlar da gəlir yəqin ki, həm təmizləyirlər, təmizləyici o. Həm də maşınlar hərəkət eləyir, istər-istəməz yol açılır. Bu arada artıq Qusarın avtovazalındayım. Artıq demək olar Qusara çıxıram. Bu vaxta qədər çəkiliş eləmədim, çünki heç bir problemli yeri yox idi. Bir dənə o dərəyə aşan maşın tərəfdə çəkiliş elədiyim yerdə bir dənə oradaydı. O da ki, yol bir yerdə demək qurumuşdu.
Sürücülər gəlib orada sürəti artırırdılar ki, vəsə, ya Allah getdik. Görürsən ki, bəzən alınmır və ani bir yerdə orada var idi ki, yolu buz bağlamışdı. Artıq yolda gəndə 2 dənə hadisə görmüşəm minimum. Biri yoldan çıxıb gedib qaz turbasına girmişdi, bir Pajero'ydu. Amma bu dərə aşan maşın bilmədim açığına maşındır. Və qarşılaşdığım problemlər demişdim sizə deyəcəm. Yeganə problem demək su vuranların donmasıdır. Hələ də açılmadı. Qabaq hissəsindən baxıram, bir problem yoxdur. Vaxt olmadı. İki də yolu donub. O gələn şlanq donub, yəni nəsə donubsa biraz bu mane olur açığı. Onun üçün də çarəsi spirtdir. Və yaxud da hər hansı bir nizam zayqa tökürsən donmur. Amma bitər, keçinirik. Gəlib çatmışıq Quba tərəfdə. Bir dənə maraqlı bir şey oldu ki, maşın gördüyünüz kimi 72-dir, bayaq 73% kimi 32 km şarjda yığdı. Bu tək Şaxdağdan düşməyinə görə deyil, yəni Şaxdağdan düşəndə bu qədər yığmırdı. Demək bir şey müşahidə elədim ki, soyuq havada indidir bu bir dənə elektriklə gedir. Elektrik ola, yəni maşın heç vaxt avto rejimdə bu qədər yığmazdı. Yalnız düz trasda yığardı 90-95 sürətdə. Hava demək soyuq olduğundan dediyim kimi mühərrik çox işləyir və o enerjini bir yerə israf eləməlidir. O da ki akkumulatoru gün boyunca doldururdu. Hətta yerində görürsünüz məsələn yenə də qoşuldu. Yəni heç bir halbuki gücə ehtiyac yox idi. Yəni mən nə yoxuşdaydım, nə də bir şey. Maraqlıdır. Videonu elə burada sonlandırmaq istəyirəm. Buradan başlamışdım, elə burada da bitirəcəm. Gördüyünüz kimi artıq Qubada, elə Qusanın özündə də bəzi yerlər tam olaraq yer quruyub ümumiyyətlə, asfalt gördüyünüz kimi. Qarı təmizləyiblər deyə. Gün boyu da şaxta olsa belə yenə də gün çıxmışdı və qar tamamilə əriyib, hal-hazırda -2-dir. Gecə böyük ehtimal ki şaxta olacaq. Bir də indi göstərə bilmirəm, amma belə də bir qlobal bir problem deyil. Demək, ötən il mənim Qəbələ vlogumu izləyənlər, Qəbələdə qar vaxtı qalmışdım, 4 gün Qəbələdə. Orada temperatur daha aşağı idi, -14, -17 gecələr qalxırdı. Gündüzlər -5, -7 bu civarda olurdu. Arkalar demək qarla dolmuşdu. Əslində su, qar qarışır bir-birinə və donur, getdikcə də donur. Hal-hazırda da elədir. Tam keçənki kimi olmasa da müəyyən qədər dolub və buz bağlayıb qalıb orada. Yəni gərək nəsə xüsusi bir əllə alınmır da, yəni və yaxud da çırpmaqla, təpi ilə alınmır, tökülmür. Yəqin ki sabaha əriyər. Keçən illəri ümumiyyətlə pis idi. Çünki mən adi bir dənə balaca yanmaya düşəndə o təkərin yeri yox idi da, yəni məsafəsi qalmamışdı üstündə. Vururdu qara, qar da deyildi, buzlanmışdı deməli başda. O da vururdu maşına, yəni maşın amortisasiya deyilən şey qalmamışdı maşında, amma hal-hazırda elə deyil. Tam da dolması yarıya kimi dolub. O da ki sabahları böyük ehtimal Bakıya qaydanda artıq əriyər. Belə qarşılaşdığım problemlərdən biri şotka idi. O da ki yenə işləmədi. Demək çarəsi nə idi? Bayaqları saxladım maşını bir 10-15 dəqiqə, bir 20 dəqiqə saxladım yerində, maşın işləyə-işləyə. Həmən vaxtda həm də buna rast gəldim. Görürsünüz 70-dən aşağı düşmür, halbuki avto rejimdədir. Bilməm, akkumulyator daxilində faizi saxlayır ki, hər ehtimala görür ki, hava soyuqdur. Birdən məndə itki olar falan, azalar.
Bəlkə ona görə özün saxlayır. Yəni avto rejimin bu şeyi yaxşıdır ki, maşın özü bilir də nə etmək lazımdır. Düzdür, bəzi vaxt ekstremal vaxtlarda save'dən istifadə eləmək olar, amma əksər vaxtlarda elə avto rejimdən istifadə eləyin. İndi maşın nəyisə bilib eləyib də bunu, bilmirəm indi nəyə görə eləyib, amma eləyib. Yanacaq sərfiyyatımız da elə də çox deyil. Şaxdağa qalxanda 7 idi. Şaxdağdan qaydanda gördüyünüz kimi 2.2-dir, amma onunla paralel də şarjım 70%'dir və çox tez-tez dediyim kimi mühərrik işə düşür. Onu deyirdim ki 10-15 dəqiqə yerində işlədi, o elə bil istilik motorun içərisində qaldı, motorxanada. Yəqin ki o şlanq boru indi gedirsə oradan balaca o açıldı. Çünki mən qabaqdan baxmışdım, o iynə vuran, su vurulan yer. Orada gördüm ki, yəni buzlar yoxdur. Yəqin ki, böyük ehtimal elə yolundaydı problem. Bayaq açılmışdı, gördüyünüz kimi şüşəni vurdum, açdım, təmizlədim. Bu qədər. Əsas gələndə belə bir soyuq havalar başladı. İndi mən özüm də istifadə edəcəm. Yəqin ki, spirt tökəcəm su vuran yerə. Vəssalam, böyük ehtimal ki, donmamalıdır. Əsas bunu tövsiyə edə bilərəm sizə. Spirtdən istifadə eləyin. Əgər həyət evində qalırsınızsa, qış təkərləri alın və ən azı onu vaxtı bitənə kimi, yəni yaxşısını alsaz, rahat bir 7-8 il istifadə edəcəksiniz. Çünki qışda o qədər də təkər yeyilmir. Belə başqa bir tövsiyəm yoxdur sizə. Təkərləriniz dediyim kimi bacarsınızsa qış təkərinə dəyişin. Və uzaq yollara çıxanda bilmədiyiniz, tanımadığınız yollara, çünki bu günləri Qəbələdə dəhşət çox avariyalar olmuşdu. Belə uzaq yol gəlib gələnlərin acığına gəlməsin. Biz uzaq yolu çox gəlib gəldiyimizdən hiss edirik. Əsasda bu altı bazar, bayram vaxtları çox olur yollarda maşın. Çoxsu da naşı sürücüdür. Şəhərdə o qədər tıxacda qalıb bir dənə tras yol görən kimi vəssalam, ayaq getdi qaza, amma qabaqda onu necə yığışdıracağım, yığışdıra biləcəm, bilməyəcəm. Bu qabaqdan döngədə mənə nə gözləyir, nə gözləmir, heç nə bilmədən elə otururlar qazın üstünə, sonra da yığışdıra bilməyib. Biri turbaya girir, biri nə bir maşına girir, biri dərədən aşır. Hər an başına bir problem gəlir. Yəni bilmədiyiniz yollarda sürət həddinə əməl edin. Baxın görün başqaları necə sürür, siz də olan axı siz də düşün. Yəni trasda bilməm siz necə, amma bizlərimiz, əksəriyyətimiz, yəni bu turizmdə işləyənlər, ümumiyyətlə rayonda işləyənlər qabaqda gedən maşından əzbər bilirik ki, bu yola bələddir yoxsa yox. Belə ehtiyatlı olun, Allah hamımızı qorusun. Gələn videolarda səslənir inşallah. Sağ olun.